sən bildirmişdin ki, Amerikada da 1 il təhsil almısan. Bu Bəli. təhsil periodu haqqında biraz məlumat verərdin, zəhmət olmasa. Özünü maliyyələşdirmişdin, yoxsa proses necə idi? Biraz bu haqqda zəhmət olmasa. Çox gözəl sualdır. Təşəkkür edirəm sual üçün. Deməli Amerikaya ilk dəfə 2023-cü ildə səfirliyin postu qarşıma çıxmışdı. Hansı ki, onlar bu təqaüdü açıq elan etmişdilər. Sadəcə həmin dövr mənim ilk kurs, birinci kursda təhsil alırdım və düşünürdüm ki, hələ çox erkəndir, təhsilimə fokuslanım, gələcəkdə imkanlar məni gözləyir. O baxımdan həmin il o təqaüddən imtina etdim. Yəni ümumiyyətlə apply eləmədim. Və 2024-cü ildə yenidən həmin postu paylaşdılar. Yəni yeni kol açılmışdı. Bu dəfə valideynlərimlə məsləhətləşdim. Onlar isə bunun gözəl bir imkan olduğunu dedilər. Hansı ki, gələcəkdə mənim karyer aramada və həyatımdakı şəxsi peşəkar inkişafımda da iz qoyacağını düşünürdülər. Mən apply elədim həmin proqrama, amma həmin proqram haqqında heç bir təsəvvürüm və yaxud da düşüncəm yox idi. Bu məndən öncə həmin 2024-cü ildə ADA Universitetindən tələbələr artıq gedib gəlmişlər həmin proqrama. Vurğuladım ki, 2023-cü ildə açılan proqrama müraciət etmişlər. Və onlarla biraz məsləhətləşdim, danışdım və yəni çox təriflədilər proqramı. Mən də o cəsarəti özümdə görüb proqrama müraciət elədim. Və proqram proses hardasa 5 aya yaxın çəkdi. Yanvar-may arasında müraciət formunu göndərirsiniz. Çoxlu suallar, esselər tələb olunur. Daha sonra deməli intervyu periodudur, hansı ki, onlayn şəkildə intervyu edilir səfirliyin əməkdaşları tərəfindən. Daha sonra dil imtahanıdır. Mən Duolingo imtahanı vasitəsilə ora qəbul oldum, hansı ki, həmin imtahan nəticələri TOEFL-a çevriləcəkdir. Daha sonra isə sağlamlıqla bağlı sənəd doldurmalıydım. COVID-la bağlı müəyyən peyvəndlər var ki, hansı ki, Amerika hökuməti onu qəbul edir, eləməyənləri var idi. Bunları da tamamladım və mayda artıq Vaşinqtonun seçimi qalırdı. Onlar da mayın səhv etmirəmsə 14-ü idi mənə təbrik mesajını göndərdilər və bildirdilər ki, artıq qəbul olmuşam. Amma mən tək deyildim. Məndən əlavə 3 dənə də Azərbaycanlı tələbə var idi. Biri Adadan, məndən əlavə 2 nəfər Adadan idi. İkisi də digər universitetdən idi. Biri səhv etmirəmsə Bakı Dövlət, digəri isə Dillər Universitetindən. Və dördümüz getdik. Bu proqrama 3 ildir artıq azərbaycanlılar gedirdi. Sadəcə bizim fərqimiz nə oldu? Hər il azərbaycanlılar eyni ştata gedirdilər. Chicago ştatına gedirdilər. Amma bizim daxil olduğumuz il artıq azərbaycanlıları ayırdılar orada. Mən Ohio ştatında, digəri Iowa'da, o birisi Chicago'da, birisi Pensilvaniyada idi. Yəni bu isə fərqli oldu mənim üçün. Bəs oradakı proses, yəni oradakı dövr necə idi sənin üçün? Orada alışmaq çətin idi, asan idi? Bu haqqda da biraz danışardınız. O haqda həqiqətən ürəyim doludur, belə deyim. İlk səyahətdən başlayım. Amerikaya səyahət etdiyim qədər uzun səyahətim olmamışdı. Türkiyəyə səyahət etmişdim, Misir olsun və ya digər ölkələrə səyahətim olub, amma müəyyən 5 saat, 6 saat. Amma Amerikaya gedəndə 26 saatlıq uçuşlarım olmuşdu, hansı ki, Azərbaycana birbaşa uçuş olmadığı üçün ya Türkiyə vasitəsilə ya da Almaniya vasitəsilə gedir. Mən Almaniyaya getmişdim, Frankfurta. Orada 5-6 saat gözlədim. Uçuşun özü də 5-6 saat idi. Daha sonra oradan Vaşinqtona təxminən 10 saatlıq uçuşum var idi. Vaşinqtona çatdıq, bu il son deyildi. Daha sonra mənim Ohio'ya uçuşum var idi. Dayton ştatına, Dayton şəhərinə. Ora uçdum təxminən 26 saat və daxil oldum ilk Amerikaya. Koordinatorum gəlib məni qarşıladı. Yəni mən hardayam deyə sual verirdi özümə. Məni bir növ isti sudan soyuq suya daxil olmuş kimi idim. Şəhər, yollar, insanlar fərqli. Qara insanlar, yəni belə deyim, qara dərili insan mənə qəribə şəkildə baxırdılar. Çünki mən də qəribə şəkildə ətrafa baxırdım. O baxımdan mən də yəni bir növ şokdaydım. İlk günü tək keçirtdim. Heç bir qrup yoldaşım gəlməmişdi. Daha sonradan yığıldı. Amma mən özüm yenə də bilmirdim ki, hardaydım. Çünki biz çıxırıq çölə, insanlar gəzir. Orada səkidə heç kim yoxdur. Hər kəs maşınla və çox diversdir. Çox belə insanlar fərqli-fərqli yerləşib deyə hər kəs eyni deyil. Yaxınlaşıb dediyim bir söz olsun, bir cümlə olsun, başqasına əks təsir verə bilər. O baxımdan bir növ ilk həftələri heç kimlə əlaqə qurmadım. Təbii ki, qrup yoldaşlarım istisna. Daha sonra uşaqlar yığıldı, qrup mitinqləri. Yenə də mən darıxırdım Azərbaycandan ötürü. Həm uzun müddətli idim, həm yeməklərdən ötürü darıxmışdım, həm insanlarımızdan ötürü darıxmışdım. Hamısı üst-üstə gəldi. Çox çətin period idi, belə deyim. Amma zamanla öyrəşirsiniz. Bir də ən əsas məsələ zaman problemi idi. Ora, bəli, jet lag. Amerikada mən olduğum ştatda 8 saat geridə idi. Noyabrdan sonra 9 saata keçir. Çünki onlar vaxtı saatı çəkirlər, 1 saat geri irəli. Bizdə əvvəl valideyn ləğv olunub. Və o mənə məsələn mən tezdən 7-də dururdum yuxudan. Çünki evdəkilər zəng edib günorta 4-də. Yəni 9 saat zaman fərqi var idi. Ən böyük problem o oldu deyə düşünürəm.
Bəs oradakı təhsil sistemi ilə sizin universitetdəki təhsil sistemi fərqləri var idi yoxsa? Biz adada öz dərslərimizi özümüz seçdiyimiz üçün orada da eyni proses idi. Tam rahat oldu. Advisorımızla, yəni məsləhətçi ilə danışdıq. Bizə dərslər hansı fənn ixtisası götürməklə bağlı məlumat verdi. Mən bir ixtisas üzrə orada təhsil almadım, iki ixtisas üzrə təhsil almışam. Biri New Media, digəri də Digital Marketing üzrə. Sadəcə bizə tələb bir idi, bir ixtisas üzrə keçmək. Sadəcə mən gördüm günlərin və vaxtların boş olduğu üçün niyə də ikinci ixtisas olmasın? Bu baxımdan orada müraciət etdim. Müəllimlərin seçim tərzi eyni idi. Müəllimlər demək olar yerli və xarici müəllimlər var idi. Amerikan müəllimlər də var idi, qeyri-Amerikan müəllimlər də var idi. Düşünürəm ki, heç belə yadlıq çəkmədim universitetdə. Məsələn, Azərbaycanda başqa universitetlərdə oxusaydım, bəlkə də həmin sistem mənə yad gələ bilərdi. Oradan o baxımdan heç bir problem yaşamadım. Gözəl. Bəs bu Amerikadakı aldığın təhsili özün maliyyələşdirdin və yaxud da ki, oradan sənə təqaüd verilirdimi, nə qədər verilirdi? Bunlar haqqında da biraz. Çox gözəl sualdır. Mən onu vurğulamağı unutdum bayaq. Bizim proqramımız tam maliyyələşdirilirdi. Yəni tələbə və yaxud da gedən şəxs heç bir şəkildə ödəniş etmirdi və mənə $50.000 yaxın təqaüd verildi. Həmin $50.000 yaxın təqaüdün daxilində stipendiyalarım olsun, gediş-gəliş xərclərim, yaşam, ev, səyahətlərimiz olsun və sair hamısı daxil idi. Və bizə aylıq $1200-1500 arasında stipendiya nəzərdə tutulmuşdu ki, biz hamısını onun deməli aylıq şəkildə alırdıq. Onu və proqramın özünün bizim üçün nəzərdə tutduğu deməli gəzintilər var idi. Vaşinqtona səfərimiz var idi, müəyyən qaleriyalara, muzeylərə və digər yerlərə səfər nəzərdə tutulmuşdu ki, bizi Amerikan mədəniyyəti ilə də yaxından deməli tanış etsinlər. Bu baxımdan tam əhatəli proqram idi. Yəni mənim heç bir halda ödənişim çıxmadı orada.